niyə ağlayırsan? Anam rəhmətə gedib. Sənin anan çoxdan rəhmətə getməyib? Amma mən vaxt tapa bilməmişdim ağlamağa. Necə yəni? Gəl danışım. Anamın dəfn günü ağlamaq istəyirdim. Qonaqlardan aşkara çatmayanlar var, səni çağırırlar. Sonra ev axın eləyən qonaqların qulluğunda durmalı oldum. Çalışırdım ki, hər kəs razı qalsın. Bilmirdim hansına çatım. O qədər yorulurdum ki, gecələr belə yuxusuzluqdan ağlaya bilmirdim. Bununla belə yasdan narazı qalan insanlar da olurdu. Hələ üstəlik bunları eləmək üçün borc almışdım. Borcu qaytarmaq üçün o qədər işlədim. O qədər yorulurdum ki, inan ki, vaxt tapa bilmirdim ağlamağa. Belə. Hər şey qurtardı. Mən də indi vaxt tapmışam ağlamağa.